Davay başla. Bir dənə sən deyil. Mən yox da mən axırda deyəcəm. Əli Məcidoğlu Mehdizadə 15 avqust 2001-ci ildə Lənkəranda dünyaya göz açdı. Gənc yaşında vətən qarşısında borcunu şərəflə yerinə yetirən Əli, vətən müharibəsində Murovdağ, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına iştirak etdi. Döyüş zamanı yaralanmasına baxmayaraq, sağaldıqdan sonra yenidən cəbhəyə qayıtdı. Çünki onun üçün vətən sevgisi hər şeydən üstün idi. 1 noyabr 2020-ci ildə Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Biz 3 nəfər bir-birimizə yaxın idik. Biri Əli idi adı, Zülfüqar, bir də mən Hüseyin. Biz imamların adı, bir də onun qılıncıdır Zülfüqarın adı. Çox təəssüf ki, Əli şəhid oldu. Bəzi insanlar dünyadan köçür, amma vətən üçün yaşayan və vətən yolunda canından keçən insanların adı heç vaxt unudulmur.